Nature colors, təbiət rəngləri. Nature, təbiət, colors, rənglər. What are they? Onlar nədir? They are orange butterflies and green frogs. Onlar narıncı kəpənəklər və yaşıl qurbağalardır. They are red ladybugs on brown logs. Log dostlar, kötük deməkdir. Baxın, burada ağacın kötüyündən söhbət gedir. Odun parçası da deyə bilərsiniz. Onlar qəhvəyi kötüklərin üstündə qırmızı parabüzənlərdir. Are they plants? Onlar bitkilərdir. Are they bees? Bees dostlar, arılar deməkdir. Bee arı, bees arılar. Onlar arılardır. They aren't rabbits. Rabbit dovşan. Onlar dovşan deyil. What do you see? Dostlar, burada see görmək deməkdir. Soruşa bilərsiniz ki, bəs onda do nədir? Do burada hər hansı bir məna ifadə eləmir. Sadəcə ingilis dilində sualı düzəltməkdən ötürü köməkçi feillər lazım olur ki, biz sualı düzəldək. Amma həmin köməkçi feillərin, bu kimi köməkçi feillərin hər hansı bir mənası olmur. Sadəcə bizim cümləmizi sual formasına salmaq üçün istifadə olunur. Burada da what do you see? Sən nə görürsən? Kimi tərcümə eləyirik. There are black ants on pink plants. Ants qarışqalar deməkdir. Baxın dostlar, burada qarışqalarımızı göstərir. Ants on pink plants. Çəhrayı bitkilərin üstündə qara qarışqalar. Onlar çəhrayı bitkilərin üstündə qara qarışqalardır. And yellow bees in big green trees. Big böyük, green yaşıl, trees ağaclar. Yellow sarı, bee arı. Bees arılar və böyük yaşıl ağaclarda sarı arılar. They are caterpillars, gray and blue, beige and purple and orange too. Caterpillar tırtıl, gray boz, blue mavi, beige bej, purple bənövşəyi, orange narıncı, too həmçinin. Onlar tırtıllardır. Sonra dostlar başlayır onların rənglərini saymağa. Boz və mavi. Baxın, boz və mavi. Bej və bənövşəyi. Baxın, bej və bənövşəyi. And orange too. Bu ikisini də orange olaraq götürür. Narıncı da həmçinin. Bye bye.